Bu video təcrübə bölüşdüyüm seriyanın ikinci videosudur və biz bu videoda nə isə sözü haqqında danışacağıq. Nə isə sözü düşünürəm ki, çox pis sözdür, istifadə etməli olmadığımız sözdür, lüğətimizdən çıxartmalı olduğumuz sözdür. Niyə? Bu arada nə isə sözünün bəlkə başqa işlənmə yerləri ola bilər. Mən bu videoda daha çox birisi bizlə bir şeyi müzakirə edir və biz müzakirəni kəsmək üçün nə isə deyirik. Yəni müzakirəni nə isə ilə yekunlaşdırırıq. Bu istifadə formasını yanlış hesab edirəm. Niyə yanlış hesab edirəm? Çünki əgər birisi bizlə bir şeyi müzakirə edirsə, buna zaman ayırırsa qarşı tərəf. Bu təqdirə layiq, alqışlanası bir şeydir. Və belə olan halda biz də müzakirənin effektiv getməyi üçün əlimizdən gələni etməliyik. Biz də nəsə qatmalıyıq ki, müzakirə effektiv getsin. Bir yerdə ki, görsək, müzakirə artıq effektiv getmir, zaman itkisinə çevrilir. Burada belə nə isə sözü yerinə istifadə ediləcək daha yaxşı sözlər və ya cümlələr var. Misal üçün, əgər sən mənim bu dediyimi başa düşdünsə, mənim narahatlığımı başa düşdünsə, bu məsələlərdə razılaşdıqsa, söhbəti yekunlaşdıra bilərik. Belə bir şey deyə bilərsiniz və ya buna bənzər başqa şeylər istifadə edə bilərsiniz. Lakin nə isə çox daha neqativdir. Nə isə bir növ olan problemləri xalçanın altına süpürmək kimidir. Yəni problemlər həll olmadı, müzakirədən də bir nəticəyə gəlmədiniz. Sadəcə və sadəcə artıq söhbət o dərəcə darıxdırıcı yerə gəlib ki, siz qarşılıqlı iki insan olaraq artıq danışa bilmirsiniz və biriniz nə isə deyirsiniz. Bununla söhbəti bağlayırsınız və burada müzakirə ayrılan bütün o vaxtın boşa getdiyini bir növ nə isə sözü ilə təsdiqləmiş olursunuz. Mən nə isə sözünü artıq lüğətimdən çıxartmaq qərarını vermişəm. Mümkün qədər istifadə etmirəm. Zaman-zaman özümü nə isə deyəndə tapıram, amma belə halla da rastlaşanda sadəcə öz adıma utanıram və növbəti dəfə istifadə etməmək üçün nə edə bilərəm, bu barədə düşünürəm. Belə, siz nə fikirləşirsiniz? Nə isə sözü sizə də daha əvvəl pis təcrübələr yaşadıb, yoxsa məndən fərqli düşünürsünüz?